Salam, hər vaxtınız xeyir. Mən Nəzrin Süleymanova, 22 yaşım var. Bakı Dövlət Universitetinin Dövlət və İctimai Münasibətlər ixtisasının məzunuyam. 3 ildən artıqdır ki, mən gənclər sektorunda işləyirəm və beynəlxalq münasibətlər, beynəlxalq layihələr üzrə müəyyən işlərə imza atmışam. Bugün isə sizlərlə beynəlxalq münasibətlər üzrə kiçik video təqdimat edəcəyik. Beynəlxalq münasibətlər dedikdə gənclər olaraq ilk növbədə yadımıza düşür beynəlxalq layihələr. Və mən istərdim biz əsasən danışaq, necə siz gənclər beynəlxalq layihələrə qəbul ola bilərsiniz. İlkin mərhələdə demək istərdim ki, beynəlxalq layihələrin iki tip üstünlüyü var. Birinci növbədə peşəkar üstünlükləri və ikinci növbədə də bizim üçün fərdi üstünlüklər olur. Peşəkar üstünlüklər dedikdə biz başa düşə bilərik nələri? Beynəlxalq mühitdə işləmə imkanı qazanırsınız. Beynəlxalq mühitdə işləmə imkanı sizə gələcək karyeranız üçün çox önəmlidir. Bu sizin həm adaptasiya bacarığınızı, həm müxtəlif millətlərdən insanlarla əlaqə, kommunikasiya qurma bacarığınızı göstərir, həm də əlbəttə ki, CV-nizi zənginləşdirəcək təcrübədir. Bundan əlavə, layihələr üzrə multikultural baxış əldə edirsiniz. Müxtəlif gənclər sektorlarından, müxtəlif qurumlardan gənclərlə kommunikasiya quraraq öz təşkilatınız üçün əməkdaşlıq fürsətləri qazana bilərsiniz. Və əlbəttə ki, fərdi üstünlüklər. Fərdi üstünlüklər dedikdə biz başa düşürük yeni dostluqlar, yeni yerləri kəşf etmək, dünya görüşünüzü inkişaf etdirmək və həmçinin şəbəkələşmə imkanı qazanmaq. Sizin artıq beynəlxalq layihələrdə iştirak etdikcə, demək olar ki, hər ölkədə bir tanışınız olur və əlbəttə o free time-lar zamanı müxtəlif yerləri kəşf edə bilirsiniz, öz dünya görüşünüzü artıra bilirsiniz. Fikrimcə, beynəlxalq layihələri 3 növə də bölə bilərik. Maliyyə xərcləri tam qarşılanan layihələr, yəni bu zaman sizin transport xərclərindən tutmuş, orada qalıb, yerləşmə xərcləriniz, yemək xərcləriniz və s. hər biri qarşılanan layihələrdir. Digər layihələr maliyyə xərcləri qarşılanmayan layihələrdir. Yəni siz tamamilə öz hesabınıza yola düşürsünüz və həmin o layihədə iştirak edirsiniz. Və əlbəttə ki, təqaüdlü proqramlar da mövcuddur. Bu proqramlar zamanı isə siz həm tədbirdə iştirak edirsiniz və həmçinin də tədbir zamanı kiçik xərclik alırsınız ki, bu da sizə tədbir boyunca kömək olur. Maliyyə xərcləri tam qarşılanan layihələrə biz Erasmus Plus layihələri, Youth ilə sizin iştirak etdiyiniz layihələri misal götürə bilərik. Maliyyə xərcləri qarşılanmayan layihələr isə əsasən konfranslar, forumlar olur ki, biz buna da misal olaraq Dubayda, əsasən şərq ölkələrində keçirilən kimi layihələri nümunə götürə bilərik və təqaüdlü proqramlar sizin çox vaxt qarşınıza çıxan uzun müddətli, qısa müddətli könüllülük proqramları misal götürə bilərik. Məndə isə ən önəmli məqamlardan biri qeydiyyat suallarının necə cavablandırmalı olduğunu seçilir. İlkin növbədə layihələri araşdırarkən siz baxmalısınız ki, bu layihə Azərbaycandan iştirakçı qəbul edir. Daha sonra isə layihəni ətraflı oxuyaraq, orada sizdən nələr tələb edilir, nə kimi fəaliyyətlər olacaq, bunları analiz edirsiniz və keçmiş təcrübələrinizlə əlaqəsi olduğu təqdirdə qeydiyyatdan keçməyi nəzərə almalısınız. Qeydiyyatdan keçərkən isə sizdən bir neçə suallar tələb ediləcək. Bu suallardan mütləq biri motivasiyanız nədir? Yəni bu layihədə iştirak etmək üçün sizin motivasiyanız nədir? Bu sualı cavablandırarkən mən tövsiyə görərdim ki, tam detallı şəkildə və gələcək planlarınızı da nəzərə alaraq cavabınızı qeyd etmənizdir. Gələcək planlarınızı birlikdə nə başa düşülür? Yəni layihədə iştirak etdikdən sonra ölkəmizə qayıtdıqda təşkilatda nə kimi fəaliyyətlər həyata keçirməyi planlaşdırırsınız? Bunları qeyd etməyiniz gərəklidir. Və əlbəttə bu sizdən əlavə sual kimi də tələb edilə bilər ki, tədbirdə iştirak etdikdən sonra ölkəyə qayıtdıqda bunun davamlılığını necə qoruyacaqsınız? Layihə koordinatorlarının bu sualı verməkdə məqsədi sizin kreativ ideyalarınızı eşitmək və əlbəttə ki, layihənin davamlılığını necə qoruyacağınızı öyrənməkləridir. Və siz buna cavab olaraq deyə bilərsiniz ki, iştirak etdiyiniz tədbirin mövzusu ilə bağlı qayıtdığınız zaman təşkilatda bunun müəyyən bir seminar keçirəcəksiniz və yaxud workshop həyata keçirəcəksiniz. Və əlbəttə, siz bununla bağlı həmçinin canlı görüşlər edə bilərsiniz, müxtəlif regionlardan gənclər də cəlb edəcəyinizi və bir minority qrupları cəlb edərək layihənin davamlı olaraq təşəbbüs verməsinə səbəb olacağınızı deməyiniz gərəklidir. Və əlbəttə ki, nəticənizin uğurlu olmasını istərsinizsə, müəyyən qruplara nəzər yetirməlisiniz. İlkin növbədə, daha öncə də vurguladığım kimi, tələblərlə bağlı tam məlumatlı olmalısınız. Onların istədikləri kandidat, namizəd olduğunuzu siz öz cavablarınızla göstərməlisiniz. Və əlbəttə bunu göstərən zaman şablonun kənar cavablar verdiyinizə əmin olun. Qəti şəkildə süni intellektdən və digər toollardan istifadə edərək cavablarınızı o şəkildə təqdim etməyin.
Çalışın ki cavablarınız yalnız gelecek fokuslu olmasın, həmçinin sizin keçmiş təcrübələrinizi tam şəkildə okuyucuya çatdırsın. Və bundan əlavə aktiv sosial media hesabları böyük rol oynayır. Biz bilirik ki, artıq regional bir dünyada yaşayırıq və bizim mütləq şəkildə LinkedIn hesabımız olmalıdır. Aktiv LinkedIn hesabınızın olması beynəlxalq layihələrdən uğurlu nəticə əldə etməyiniz üçün vacib rəqəmdir. LinkedIn hesabınızı peşəkar şəkildə dizayn etməli və orada aktiv şəkildə postları paylaşmalısınız. Bu da onlara inandıracaq ki, siz həmçinin iştirak etdiyiniz layihə haqqında öz cəmiyyətinizdə, öz communitinizdə, təşkilatınızda postlar paylaşaraq digər gənclərdən məlumatlandıracaqsınız. Və qeyd etdiyim kimi, bu layihələrdən daha çox məlumatlı olmaq istəyirsinizsə, videonun sonunda yerləşdirdiyiniz QR koddan istifadə edə bilərsiniz. Nəticə itibarilə gənclər, beynəlxalq layihələrdə iştirak yalnız sizin inkişafınız demək deyil, həmçinin ölkəmizi beynəlxalq arenada təmsil etmək və ölkəmizi beynəlxalq əlaqələrlə